Lobyanı heç belə hazırlamışdınız. O qədər dadlı olur ki, heç yeməyən insanlar belə lobyanı bəhbəhlə yeyəcək. Dana və yaxud qoyun ətini xırda-xırda doğrayıb yuyuram. Daha sonra Aura kağız dəsmalının üzərində ətin suyunun çəkilməsini gözləyirəm. Belə olduğu halda ət bişəndə yumşaq olur, həm də tez bişir. Daha sonra tavaya kərə yağı əlavə edirəm. Yağ ərdikdən sonra əti əlavə edirəm. Ətə dəymirəm. Ətə ilk 10 saniyə dəymədisə ət suyunu öz içərisində saxlayacaq və çox dadlı olacaq. Ətin pişməyini gözləyirəm. Ət tam bişdikdən sonra xırda-xırda doğranmış soğanı əlavə edirəm. Biraz duz, duru yağ əlavə edib qovururam soğanı. Soğan bir 5 dəqiqə qovrulandan sonra biberi və qabığını soyduğum pomidoru da əlavə edirəm. Bir 5 dəqiqədə hamısını bir qovururam və salam. Daha sonra ən sonda lobyanı da əlavə edirəm, qoyuram bişməyə. Vamxodda yarım saata bişəcək. Mən lobyada yumurtanı çox sevirəm, amma elə bölgələrimiz var ki, lobyaya yumurta vurmurlar. Məncə yumurta ilə çox dadlı olur. Əgər çox bişirmişəmsə, onda nə qədər yeyəcəksə o hissəsinə yumurta vururam. Və salam, inanın ki, dadından doymarsınız. Çox dadlıdır da. Yanında qatıq, xiyar, pomidor salatı. Müsibət gedir. Mütləq bu üsulla hazırlayın. Mənə sağ ol deyəcəksiniz.